Değerli şagirdlər, baxaq sualın izahına. Bizdən baxın, bu məsafəni soruşur, yəni SY-ni soruşur. Burada Evklidlə getsək, baxın. Birinci, mən bu məsafəyə bir x desəm, Evklidə əsasən, yəni 6-nın kvadratı bərabər olacaqmı? 3 vurulsun x. Buradan 36 bərabərdir 3x. X-i alıram, deməli 12. Bu x-i tapdım, 12. Elədirmi? İndi fikir verin, burada bir düz bucaqlı bir üçbucaq yarandı. Və hansı da o düz bucaqlı üçbucaq? 12 katet. 5 katet bizə hipotenuz lazımdır. Yəni, yaranan düz bucaqlı üçbucaq, baxın, bu formadadır. Bura 12-dir, bura 5-dir. Bizdən bax, bu x-i soruşur. X-i tapmaq üçün x kvadrat. Hipotenuzun kvadratı nəyə bərabər olmalı? Katetin kvadratları cəminə. Buradan x kvadrat bərabər 25 plus 144. Buradan x kvadrat bərabərdir. Deməli, 169. X də olacaq 13. Deməli, bu məsafə 13 imiş.